Salam əziz izləyicilərimiz. Bu günləri biz sizə yeni proyektimiz olan Özün Düzəlt proyektindən əvvəlcədən biz bu platanı kəsmişik. Yəni videoda qeyd olunacaq. Bu yenə televizor platasının üzərindən çıxan TEDA 2006 səs gücləndiricidir. Bunun kəsilməsi, səs dövrəsinin tapılması əvvəlki videoda, yəni videonun ortalarında və yaxud əvvəlində görsənəcək. Səs gücləndirici necə tapmaq olar, o haqqında bəhs edəcəyik. Burada bizim güc qaynağımız var, burada bizim trubkaya göndərilən siqnalımız, burada isə görüntü çipimiz var, burada isə səs gücləndiricimiz var. Birinci videoda bildiyiniz kimi TEDA 2003 olduğu üçün burada TEDA 2006'dır. Daha təkmilləşmiş səs gücləndiricidir. İndi biz bunu şemadan, platadan, yəni ayırmadan ötəri biz cızı vururuq. Sonra biz bunu lavanda vasitəsilə kəsəcəyik. Bildirdiyim kimi bizim səs gücləndiricimiz TEDA 2006'dır. TEDA 2003 mono səsə 12 watt verirdisə maksimum bu 18 watt'a qədər qalxır. İndi biz bunu lavanda ilə düzgün şəkildə kəsəcəyik. Zəhmət olmasa pauzayır. Əziz izləyicilər, biz sizə göstərə bilmədik. Baxın, burada platada, zəhmət olmasa kameranı yaxınlaşdır. Burada sound var, yəni sound, səs var burada. Yəni plataların üstündə əksəriyyətində bu göstərilir. İndi hal-hazırda kəsmə işimizi davam etdirək. Zəhmət olmasa kameranı bölməyə yaxınlaşdır. Platamız hazırdır, kəsildi. İndi biz platanı yanda, yəni çıxan belə deyək, telləri, artıq çopurları biz lavanda vasitəsilə şlifovka eləyəcəyik, yəni təmizləyəcəyik. Gördüğünüz kimi bizim plata artıq hazırdır. Yanında çıxan artıq belə deyək, qırıntılar kəsildi, törpüləndi. İndi qaldı platamız təmizlənməyə. İndi diş fırçası ilə platamızı təmizləyib. Yüngül burada kirlər qalıb, ancaq buradakı illərin kiridir, onu təmizləmək qeyri-mümkün bir şeydir. Ancaq plata belə təmiz. İndi artıq burada qalan rezistorlar olsun, kondensatorlar olsun, yəni istifadəyə yararlı olmayan detallar çıxacaq. Bu səs tipi mono səs tipidir, səs gücləndiricidir. 18 watt dəstəkləyir. Biz bundan əvvəl düzəltdiyimiz TEDA 2003 12 wattı dəstəkləyir. İndi bu ilə daha təkmilləşmişini düzəltəcək. Gördüyünüz kimi əlimdəki sxem TEDA 2006'ya 06'nın sxemidir, səs gücləndiricinin. Bu sxemdə 4-cü ayaq kolonka çıxışı, bir kolonkanın çıxışı massaya, səs girişimiz birinci kanaldadır. İndi biz plus minus dövrədə tapmaq üçün əvvəlcə böyük kondensatın 35 volt 1000 mikrofarad kondensatın ayağından gərginliklərimizi verib, sonra isə 1, 2, 3, 4, 4-cü ayaqdan kolonka çıxışı bir ədəd massaya gələcək şəkildə səs girişimizin kanalı artıq tapılıb. Birinci kanaldan gələn dövrə daroşka, yəni qol tapılıb. İndi hal-hazırda biz səs gücləndiricimizə enerjini verib, sonradan yenə Bluetooth modulu ilə prosta daha təkmilləşmiş səviyyədə biz bu səfər adaptörü ilə deyil, 7805 regulatoru ilə istifadə edəcəyik. Yəni 2 ədəd adaptör lazım olmayacaq, 1 ədəd adaptör lazım olacaq. İndi biz güc bağlantılarını lehmləyəcəyik. Kanafok yerindən çıxmıyor.
Bəli, olur belə sakarlıq arada bir. Kondensatorumuzun minus qütbünü tapırıq. Minus qütbü lehimləndi. İndi plus qütbünü lehimləyirik. Biraz kanifol vurub lehimizi daha yaxşı edirik. Şimdi kolonka bağlantılarını edirik. Dinamik bağlantılarını edirik. Dinamikimizi əvvəlcə lehimləyək. Gördüyünüz üçün bu dinamik kabelidir, naqilidir. Bunu lehimləyək. Plusu plus, minusu minus şəkildə. Gördüyünüz kimi dinamikin üzərində plus minus göstərilib. Dinamikimizi lehimlədik. Şimdi dinamikimizi plataya lehimləyirik. Dediyim kimi minus bura bağlanır. Plus ise 4-cü ayağa bağlanır. Biraz götürək. Aha, bunu da lehimlədik. Lehimləyəndən sonra artıq səs girişlərimizi lehimləyirik. Yine səs girişlərimiz minusa, hər hansı bir massaya lehimləyirik. Bunu da bura lehimləyək. Bəli, bu da bura lehimləndi. Artıq səs girişimizin mono səs girişinin birini lehimləyirik. Burada biraz lehim ilə qalay verdikdən sonra daha yaxşı lehim alınacaq. Gördüğünüz kimi lehimiz tuttu. İndi səs girişini minusa minus şəkildə. Buradan belə Bluetooth modul seçək. Gördüğünüz kimi Bluetooth modulumuz. Yine massanı təbii olaraq adaptör girişinə bağlayırıq. Gördüğünüz kimi lehimləndi. Səs girişimizi lehimləyirik. Aha, bu da lehimləndi. İndi bizə lazım olan bir ədəd kabel, bir ədəd 7805 regulatoru. Gördüğünüz gibi regülatörün birinci girişti, birinci ayağı girişti, orta massadır, sonuncu ayağı ise çıxışdı. Biz bunu buna düz gələcək şəkildə lehimləyirik.
Bura əlavə olaraq kondensatorda lehimləmək olar, ancaq biz böyük gərginlikdə istifadə edəməyəcəyik deyənə, impulsun olduğuna görə parazit ovada olmayacaq. Qalayımız hardadır? Qalay buradadır. Qalay yerimirik, qalayın deyəsən quruşunu çoxdur. Lehimizi gözden keçirdirik. Ortaya biraz daha lehim veririk. Lehimiz daha yaxşı olsun. Bəli. Lehimiz artıq hazırdır. 7805 regulatorunun birinci girişini lehimledikten sonra plat üzerinde kondensatordan gelen Pilus kütüğünü izleyip sanırım yok buradan vura tam yaxşı olsun. Bunu bura lehimledikten sonra şimdi Pilus yani burada hal-hazırda 12 volt var. 12 voltumuzu regulatorun gönlünüzə şəkildə eləyim, göstərim sizə. Regulatorun birinci ayağına lehim vurduqdan sonra bunu lehimledikten sonra dövremiz bizim hazır. Dövre artık tamamlandı. Dövre hazır vəziyyətə gətirildi. İndi isə qoşuruq. 105 regulatoru lehimlənib, bütün dövrə lehimlənib, yəni hazır şəkildə. İndi bultuza bağlanacağıq. Bunun üçün gördüğünüz için bultuz modunun ışığı yandı. Bultuzu açırıq telefonumuzda. Burada bultuzu aktarırıq. Yeniden qoşulmağa cəhd eləyək. Poza verirsən. Dinamikimiz lehimləndi. Plata lehimlənib. İndi isə 12 volt 1 amperi taxırıq. Bluetooth modulumuzun ışığı yandı. Avtomatik olaraq telefon Bluetooth'a bağlandı. İndi isə YouTube'a daxil olaq. Hər hansısa bir təhrif yerməmək üçün musiqi seçək.
Beləliklə əziz izləyicilərimiz, bizim dövrə tamamlandı. TEDA 2006 səs yüzləndirici işlədi. Tərif vermək üçün musiqi qoşmuşuq. Bizim gələcəkdəki videomuz, yəni bu videodan sonraki video AliExpress-dən bizə sifariş edilir, o videosu olacaq. Əgər videonu bəyəndirsə, bəyənib, abunə olmağı, rəy yazmağı unutmayın. İnşallah gələcək videoda görüşənədək.